36 illik ömrünün tən yarısını, 18 ilini hərbiçi kimi yaşayan xüsusi təyinatlı qüvvələrin baş giziri Camal İsmailov. Ən ümdə arzusu üçrəngli bayrağımızın Qarabağ torpaqlarında dalğalanmasıydı. Elə bu amalla yollanmışdı vətən müharibəsinə. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin Ərgünəş yüksəkliyinin Hadrut qəsəbəsinin alınmasında son damla qanına qədər vuruşdu. Təkcə son döyüşündə 200-ə qədər ermənini bəzilərini gülləklə, bəzilərini bıçaqla, bəzilərini isə əlbəyaxa döyüşərək məhv edib. Camal İsmailov tabeliyindəki 17 nəfər xüsusi təyinatlı dəstəklə Laçın dəhlizinə nəzarət edən yüksəkliyi ələ keçirib. Hadrudu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verərək geri çəkilin deməsi isə ona Hadrut Fatihi ləqəbini qazandırır. Sonuncu döyüşündə 16 nəfərlik dəstə üzvləri ilə birgə 500-dən çox düşmənlə döyüşüb və qəhrəmancasına şəhid olub.